Bəli, Elnur, elə qeyd etdiyiniz kimi dildə sülhü dəstəkləsələr də əməldə ermənidirlər. Bəli, ermənilər dəfələrlə müxtəlif təxribatlara əl atıblar və elə bu gün də bu terrora, bu təxribatlara şahidlik eləyirik. Qarabağdakı separatçılara silah daşınması da son zamanlarda xüsusilə gündəmdədir. Və Şuşada ekoterrora qarşı aksiyalar başladığı gündən müxtəlif yollardan istifadə eləməklə qanunsuz silah daşınması da göz qarşısındadır, həyata keçirilir və təbii ki, ordumuz bu torpaq yolları da nəzarətə götürdü. Amma indi də başqa bir torpaq yoldan separatçıların döyüş mövqelərinə təminat vasitələrinin daşınması aşkar olunub. Özü də bu dəfə Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə. Şərhimiz var. Dəfələrlə xəbərdarlıqlara baxmayaraq Ermənistandan Qarabağdakı silahlı dəstələr üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyanatlı vasitələrin daşınması davam edir. Müharibədə ağır məğlubiyyətə uğrayan Ermənistanın %1, arxada isə digər qiyafədə nəsə əldə etməyə çalışması heç də yeni deyil. Aprelin 18-də Ermənistan baş naziri Nikol Paşinyanın ölkəsinin güya Qarabağı Azərbaycanın bir hissəsi tək tanıdığına dair bəyanatından sonra bu faktın ortaya çıxması Ermənistanın bu məsələdə səmimi olmadığını bir daha nümayiş etdirdi. Paşinyan sübut etməlidir öz əməlləri ilə ki, o həqiqətən bu ifadələrə sadiq olan bir siyasətçidir. Buna inanmaq çox çətindir. Boş ifadələr, əsassız bəyanatlar görünür öz auditoriyasına lazımdır. Prosesdə Rusiya sülhməramlarının iştirakı isə bir çox sual yaradır. Ona görə ki, indiyə qədər Ermənistanla Azərbaycan arasında əldə olunan razılaşmalarda, eləcə də münaqişəyə yekun vuran 10 noyabr bəyanatının imzalanmasında əsas vasitəçiliyi məhz Moskva öz üzərinə götürüb. Lakin sülhməramlı missiyanın Rusiyanın siyasəti ilə birbaşa ziddiyyət təşkil etdiyi Moskvanın separatçı hamiliyindən məlumdur. Separatçıları məhz Azərbaycanla münasibətlərin gərginləşdirilməsinə sövq edənlər var, bunu təklif edənlər var və bəzən isə bu təkliflərin, bu sövq etmənin özü ilə Rusiya sülhməramlarından, Rusiya Müdafiə Nazirliyindən, Rusiya siyasi elitasının bəzi dairələrindən elə qaynaqlanır. Ötən il alternativ Laçın yolunun tikintisi zamanı və Azərbaycanın bir sıra dövlət qurumlarından ibarət nümayəndə heyətinin Qarabağın erməni icmasının üzvləri ilə Sərsəng su anbarında birgə monitoringi onu deməyə əsas verir ki, Qarabağ iqtisadi rayonunda məskunlaşan ermənilər Azərbaycanın suverenliyini qəbul etməyə hazırdır. Üstəlik, hər dəfə sülh sazişinə dair prosesdə müsbət dinamika müşahidə olunarkən müxtəlif təxribatların baş verməsi bir çox mətləbdən xəbər verir. Sülh müqaviləsinin mətni və sülh müqaviləsinin imzalanmasına dair həm ali səviyyədə, həm də Xarici İşlər Nazirləri səviyyəsində görüşün keçirilməsi ərəfəsində bu təxribatlar heç də təsadüfi deyil və regionda sülhü istəməyən qüvvələr, güc mərkəzləri öz fəaliyyətlərini davam etdirirlər. Sülhə çağırış edən əsas tərəf kimi Azərbaycanın mövqeyi regional sülhün və təhlükəsizliyin möhkəmlənməsindən ibarətdir. Rəsmi Bakı sülh müqaviləsinin təşəbbüskarı kimi prosesin məntiqi sonluqla başa çatmasında maraqlıdır. 30 ildən çox separatçılığın girovuna çevrilən Qarabağ ermənilərini vətəndaşı olduqları Azərbaycanın qarşı təxribata yönəltmək və yeni eskalyasiyalar yaratmaq cəhdləri isə mütləq halda uğursuzluqla nəticələnəcək. Rüstəm Mikayılzadə, Zaur Dadaşov, Ruslan Həsənov, ASTV Xəbər.